Bir zamanlar güneşli ve sakit bir kənddə Əli adlı 9 yaşlı bir uşaq yaşayırdı. Əli çox maraqlıydı. Hər gün göyə baxıb suallar verirdi. Bir gün yenə çöldə oturub buludlara baxırdı. Göydə iri, ağ bir bulud elə bil yavaş-yavaş ona yaxınlaşırdı. Birdən buludun içindən yumuşaq bir səs eşitdi. Əli, salam. Əli gözlərini böyütdü. Kim danışır? Mən Bulud. Həqiqətən sən danışırsan. Bəs sən necə əmələ gəlmisən? Bulud asta-asta fırlanaraq cavab verdi. Hər şey çox sadə və möcüzəvidir. Göl və çaylardan su buxarlanır, yuxarı qalxır, soyuyur və birləşərək məni yaradır. Allah hər damcıya yol göstərir. Mən öz-özümə yaranmıram, təsadüfdə deyil. Əli diqqətlə dinlədi, sonra soruşdu. Bəs sən niyə hər dəfə başqa cür görünürsən? Bulud güldü. Hər gün fərqli oluram, çünki Allah mənə hər gün başqa bir vəzifə verir. Bəzən yağış gətirirəm, bəzən kölgə, bəzən də göydə rəqs edirəm ki, insanlar baxıb sevinsin. Əli buludun yanından əlini uzadıb keçirdi. Əli hiss etdi ki, bulud həm soyuqdur, həm də yumşaq. Bəs yağış necə yağır? Bulud cavab verdi. Damcılar çoxalanda ağırlaşıram və yağış kimi yerə qayıdıram. Elə bil, göy ilə yer arasında məktub daşıyıram. Hər damcıda bir hikmət var. Allah Quranda buyurur ki, yağışı həyat üçün endirir və bu, insanlar üçün bir ibrətdir. Yəni yağış təsadüf deyil? Əlbəttə ki, yox. Heç nə təsadüfi deyil. Quşun uçması, sənin nəfəs alman, günəşin çıxması, hamısı bir planla olur. Sonra bulud biraz sustu və Əlidən soruşdu. Əli, sən heç özün haqqında düşünmüsən? Sən də hər gün biraz böyüyürsən. Səncə bu necə olur? Bilmirəm, mən sadəcə böyüyürəm. Sən böyüyürsən, çünki Allah sənin hər hüceyrənə həyat verib. Səndə 2 göz var ki, rəngləri görə bilirsən. 2 qulaq var ki, küləyin səsini eşidirsən. Qəlbin var ki, sevinə bilər. Əli gülümsədi. Sonra buludla oturub biraz da söhbət etdilər. Bulud ona ulduzlardan, küləkdən, quşların qanadındakı gizli mexanizmlərdən danışdı. Əli hər cümlədən sonra "Wow" deyirdi. Gün batmağa başladı. Bulud yavaş-yavaş uzaqlaşdı. Getməlisən? Əli soruşdu. Bəli, başqa yerlərə də yağış aparmalıyam. Hər damcı kimsə üçün dua kimidir. Əli əlini yellədi. Bəs mən səni yenə görə bilərəm? Göyə baxdığın hər gün mən buradayam. Amma unutma, ən böyük sir mən deyiləm. Ən böyük sir sənin özündəsən. Sadəcə düşün, soruş və öyrən. Suallarla qorxma. Hər sual səni gerçəyə biraz daha yaxınlaşdırır. Əli gülümsədi. Evə tərəf qaçdı. Qapını açdı və sevinclə dedi. Ana, bilirsən bugün nə öyrəndim? Hər şeyi Allah bir nizamla yaradıb. Hətta bir buludun belə bir işi var. Anası gülümsədi. Oğlunun saçını sığalladı. Bəli oğlum, göydəki hər şey sənə bir şey öyrətmək üçün var. O gündən sonra Əli göyə baxanda sadəcə bulud görmürdü. O, hər buludda bir hikmət, hər yağışda bir dua, hər küləkdə bir mesaj gizləndiyini hiss edirdi.